Ev aldığıma da peşman olmuşam. Kanalizasiya qayıdır dala, evin içinə. Qalxır ufunət. Sakinlər iddia edir ki, problemin həlli bu təpədədir. Əgər o lükün üstü açılsa, oradan yudurtmaq olar liniyanı. Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, Şirin Mirzəyev küçəsidir. Bu ərazidə yaşayan sakinlər demək olar ki, ərazidə yaşamağa peşmandır. Buna səbəb kanalizasiya borusunun tutulması və evlərdən dəhşətli pis qoxunun gəlməsidir. Biz rayondan köçüb gəlmişik, 2 il ev almışıq. Ev aldığıma da peşman olmuşam. Bunu göl o qırta götürür ki, körpə aşağı məktəbə apara bilmirik. Su gəlir, gedir, dala qayıdır, gəlir mənim tuvaletimin içinə girir. İndi uşağım körpə, uşaq xəstə uşağım var bir dənə. Ayaq yolundan uşaq girir, deyirəm, amma bura iyi verir, mən bura girə bilmirəm, bu nədir? Biz də bilmirik neyini, o da xəstə uşaqdır, dedim, heç nə olmaz ona qurban, elə belə, deyir, ana bu nədir, boğuluram axı. Kanalizasiya partlayıb, gəlib düzəltmək yoxdur. Aidiyyəti qurumlardan xahiş eləmişik, gedirik dəfələrlə, bizə heç bir reaksiya vermirlər. Bizə deyirlər ki, 2030-cu ildə düzələcək, layihədə var, 2030-cu ildə düzələcək. Yəni biz 2030-cu ilə qədər bu ildə, bu qoxda, bu virusun içində necə yaşaya bilərik? Sakinlər iddia edir ki, problemin həlli bu təpədədir. Sadəcə olaraq ikinci lükü tapmaq onların əlindədir. Onlar bilirlər toçkasını, telefonu açıb yerin göstərirlər. Sadəcə onun üzərini təmizləmək istəmirlər. Onunla da problem həll olur. Əgər o lükün üstü açılsa, oradan yudurtmaq olar liniyanı. O problem halları bu təpədədir, bu lüklə o lükün arasında 30-40 metr fərq var. O lükü tapılmalıdır. Deyirlər ki, texnikamız yoxdur, nə bilim, maşın gəlməlidir, bu torpaq buradan getməlidir. Amma bunu siz eləməlisiniz də, biz eləməliyik, sizin işinizdir. Biz sakinlər bizdən kanalizasiya pulunu alırsınız ayda 30 qəpikdə. Bizə lazımdır ki, bizim kanalizasiyamız geçsin. Özümüz də hiss elədiniz bu qoxunu. Bu qoxu axır evlərdə çıxır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib. Məsələ ilə bağlı məlumat Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinə verilib. Əraziyə briqada və texnika cəlb ediləcək. Şəbəkədə tutulma aradan qaldırılacaq. Sizin çəkilişdən sonra sağ olsunlar Abşeron su idarəsi dərhal müdaxilə elədi və məsələnin həllinə çalışdılar. Artıq kanalizasiya xətti normala dönübdür, daha artıq problem yoxdur. Çox sağ olun, siz də gəlib işlandırdığınız üçün.